Salam müəllimlər. Bu gün sizinlə birlikdə yaxın inkişaf zonası, yəni scaffolding strategiyasının nə olduğunu izahına aydınlıq gətirəcəyik. Gəlin baxaq. Bir çox müəllimlər bu hissəni qarışdırırlar. Yaxın inkişaf zonasına scaffolding strategiyasının nə olduğunu bilmirlər. Yəni daha doğrusu qarışdırırlar. Baxın, belə bir şəkil görürsüz. Doğrudan da çox maraqlıdır. Aha. Yaxın inkişaf zonası. Yaxın inkişaf zonası nə deməkdir? Yaxın inkişaf zonası mənim tutalım ki, bacara bildiyimlə bacara bilmədiyim arasındakı bir zonadır, vaxtdır. Məsəl üçün, mən bura çatmaq istəyirəm də, amma mən hələ ki bunu bacarıram. Həmin bax bu zona, bu gedən yol yaxın inkişaf zonası adlanır. Həmin bu vaxt var ha, bu belə deyək də, məsəl üçün bura çatmağım üçün mən hələ bunu bacarmaq istəyirəm. Bunu hələ bacarmaq istəyirəm, hələ bacarmamışam. Amma mənim bacardığım bu balaca olan hissədir. Amma mən bunun daha böyüyünü bacarmaq istəyirəm. Bacara bildiyimlə bacara bilmədiyim arasındakı bax bu vaxt var, zona var ha. Məhz o yaxın inkişaf zonası adlanır. Biraz da daha maraqlı. Məsəl üçün, mən bunu bacarmaq istəyirəm, amma hələ bacara bildiyim budur. Həmin bax bu istiqamətə çatmaq istədiyim bax bu dövr var ha, bu dövr. Həmin buna deyirlər yiz. Yiz. Yəni yaxın inkişaf zonası. Bax bu yiz adlanır. Aha. Bacara bildiyimlə bacara bilmədiyim arasındakı vaxt o yiz adlanır. Həmin məni bu belə deyək də, bu zonaya, məsəl üçün, mən indi hal-hazırda tutalım ki də, yəni mən indi məsəl üçün MİQ imtahanına hazırlaşmaq istəyirəm və yaxud da ki sertifikasiyaya hazırlaşmaq istəyirəm. Mən hələ ki o vaxta, o dövrə gəlib çatmamışam. Mən hələ ki bunu bacarıram. Hələ ki öz üzərimdə çalışıram, testlər işləyirəm, çalışıram, amma mənim istəyim buradır. Sertifikasiyadan məsəl üçün MİQ-dən yüksək bal yığmağımdır. Bura çatmağım o dövr arasındakı dediyim ki vaxt zona yizdir. Məni bu zonaya çatdıran şəxs scaffolding adlanır. Scaffolding. Bizim scaffoldingimiz məhz elə bu scaffoldingdir. Baxın, görürsünüz, müəllim sanki ona körpü rolunu oynayır. Onu birləşdirir, dəstək rolunu oynayır. Müəllim axı biz bilirik ki, məlumatla təmin edən, yol göstərən, inkişaf verən, davamlı şagirdi izləyən, məqsəd buradır. Bura çatdıran bir şəxs əlbəttə ki, scaffolding adlanır. Bizim scaffoldingimiz müəllimimiz ola bilər, bizim dəstəkçimiz anamız ola bilər, atamız ola bilər. Məsəl üçün, tutalım ki, məsəl üçün belə deyək də, məsəl üçün, mən bir addım qalxmaq istəyirəm. Mənim birinci pilləkənim buradır. Mənim bu pilləkənə gəlib çatmağım üçün mənə dəstək göstərən şəxslər scaffoldingim adlanır. Scaffolding bizim scaffoldingimiz bizdən yaxşı bilən bir şəxs ola bilər, yaxşı yol bilən və yaxud da ki daha yaxşı təcrübəsi olan, bacarığı olan şəxs məhz elə scaffolding adlanır. Dediyim kimi, mən hələ buradayam. Bura çatmağım üçün mən buradayam hələ ki. Hələ mənim istiqamətim, mən buradayam. Amma mən bu pilləyə qalxmaq, görün arada nə qədər pillələr var. Mən bura qalxmağım üçün, bu mənim burada olmağım, bax bu dövr yaxın inkişaf zonası adlanır. Və bu dövrdə mənə yol göstərən, mənə köməklik eləyən şəxs isə scaffolding adlanır.